Hər vaxtınız xeyir, əziz seyircilər. Güney Azərbaycan televiziyasının həftə sonu proqramında biz dünyada və bölgədə baş verən əsas hadisələri analiz edirik. Yenə də diqqətimiz Ermənistandadır. Qarşıdurmalar var hakimiyyətlə müxalifət arasında, kilsə arasında. Gələn parlament seçkilərinə hazırlaşırlar. İyunda keçirilməlidir əslində, 2026-cı il iyulunda. Amma belə mülahizələr var ki, bəlkə Paşinyan erkən parlament seçkilərinə getsin ki, bu müxalifətin planlarını qarşısını ala bilsin. Çünki Rusiyada müəyyən şovinist qüvvələr də müəyyən ssenarilər hazırlaya bilərlər Paşinyana qarşı. Konstitusiyanın dəyişdirilməsi və yeni konstitusiyanın qəbulu məsələsi. Amma bizi maraqlandıran əsas bu dəhlizlə bağlı addımlardır. Hələ ki, təəssüf ki, tikinti işləri başlamayıb. Azərbaycan tikinti işlərini bir neçə aydan sonra yekunlaşdıracaq. Sərhəddə gedib çatacaq, dəmir yolda, avtomobil yolda. Ermənistan elə gözləyir, yəqin yenə də pul dilənəcəklər. Amerika pulun bir hissəsini verib, 145 milyon dollar. Bir o qədər məbləğə də ehtiyac var. Bu arada Rusiya-Ukrayna müharibəsi tam şiddəti ilə davam edir. Baxmayaraq ki, danışıqları da biz müşahidə edirik. İndi Vaşinqton bir həll planı ortaya atıb. Əvvəlcə 28 maddəli idi, sonra dəyişikliklər oldu. Avropa İttifaqı etirazını bildirdi, Kiyev biraz etirazını bildirdi. Dəyişikliklər oldu. İndi Ukrayna prezidentinin Amerikaya səfəri nəzərdə tutulur. Bəlkə də proqramımız efirə gedərkən artıq səfər də reallaşacaq. Ukraynanın özündə də çox, belə deyək də, maraqlı proseslər var, müəyyən istehfalar özünü göstərir. Bu və digər mövzulara toxunacağıq proqramımız boyu. Proqramımızın bugünkü qonağı çox hörmətli millət vəkili və eyni zamanda Milli İstiqlal Partiyasının sədri Arzuxan Ərizadədir. Arzuxan bəy, xoş gəlmisiniz. Xoş gördük. Arzuxan bəy, bu dəhlizdən başlayaq, sonra ard-arda o biri mövzulara da keçərik. Yəni biz öz işlərimizi yekunlaşdırmaq üzrəyik. Rəsmilərimizin də elə Prezident İlham Əliyevin də açıqlaması belədir ki, uzaqbaşı 4-5 aya biz bitirəcəyik. Neçə vaxtı tikinti işləri də gedir. Ermənistan elə başlamıyor. Paşinyan da belə qeyri belə deyək də, rəsmi açıqlaması var ki, ola bilsin ilin ortasından başladıq. Yəni bu dəhliz işə düşmədən münasibətlərin tam normallaşmasından da danışmaq çətin olar. Siz necə düşünürsünüz? Zəngəzur dəhlizi kifayət qədər vacib kommunikasiya xəttidir və Azərbaycanın təklifi ilə bu kommunikasiya qovşağının açılması gündəmə gəlibdir. Təbii ki, tərəflər arasında münasibətlərin normallaşması kontekstində Zəngəzur dəhlizinin istifadəyə verilməsi və bununla bağlı artıq ciddi addımların atılması olduqca əhəmiyyətli bir rol oynayacaq. Amma ona qədər də sülh müqaviləsi imzalanması ilə bağlı indi Ermənistanın üzərinə bir öhdəlik götürülübdür. Azərbaycan prezidentinin təbirincə desək bir ev tapşırığı verildi 8 avqustda Paşinyana. Amma məsələ burasındadır ki, bu dəqiqə Paşinyanın əsas qarşısında duran məsələ kimi parlament seçkilərində özünün qalibliyini təmin etməkdir. Bütün istiqamət ona yönəlib, bütün siyasət ona yönəlibdir və həm konstitusiya dəyişikliyi, eləcə də Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələləri bir qədər arxa plana keçirilib əslində. Görünən bundan ibarətdir. Çünki bu məsələlərin hər ikisindən istifadə eləyərək Paşinyana qarşı bir cəbhə formalaşıbdır. Erməni müxalifəti faktiki olaraq hər iki məsələ ilə bağlı Paşinyanın üzərinə gedir. Bu məsələlərin ikisinin də Azərbaycanın və Türkiyənin maraqlarına xidmət etdiyini və Paşinyanın faktiki olaraq Azərbaycanın tələbi əsasında addımlar atdığını gündəmə gətirməklə Paşinyanı bir növ o əlini qolunu bağlamış olurlar. Paşinyan da onun fərqindədir, siyasətçidir. Təbii ki, Paşinyanın növbəti dəfə seçkiləri udması və hakimiyyətdə qalması bizim də maraqlarımıza xidmət edir. Çünki təbii ki, kimin ora gəlməyindən asılı olmayaraq istənilən halda Azərbaycan uduşla çıxacaq. Əgər fərqli revanşist mövqe tutacaqlarsa daha pis problemlərlə qarşılaşmış olacaqlar. Paşinyan qalacaqsa, bu yenə də bizim haqlı tələblərimiz yerinə yetiriləcək. Çünki Paşinyan öz üzərinə öhdəlik götürür və 8 avqustdakı razılaşma, üç dövlət arasında olan razılaşma eyni zamanda Paşinyanın Amerika Birləşmiş Ştatları qarşısında bir öhdəliyi kimi də qəbul edilməlidir. Bu mənada da, bu kontekstdə də Paşinyan artıq geri çəkilmək yeri yoxdur. Sadəcə olaraq iyun ayında Ermənistanda parlament seçkiləridir. Paşinyan bugün rəqiblərini sıradan çıxarmaq, ona qarşı olan əsas argumentləri sıfırlamaq, müəyyən qədər hücumların qarşısını almaq məqsədi ilə siyasət yürüdür. Amma istənilən halda Zəngəzur dəhlizinin açılması ermənilərin özü üçün daha çox vacib lazımdır.
ermənilər elə yenə də Azərbaycan prezidentinin təbiricə desək bir dalan dövlətə çevrilmişdi. Özlərinin işğalçılıq siyasəti nəticəsində 30 ildir ki, Ermənistan faktiki olaraq dünyaya çıxışı olmayan bir dövlətdir. İndi Rusiya ilə yalnız o Lars keçidindən istifadə etməklə Rusiya üzərindən İran özü sanksiyalar altındadır. İranın nə kömək ola bilər bu məsələdə? Və bu günləri kommunikasiya qovşağının Zəngəzur dəhlizinin indi Tramp yolu da deyilir. Onun açılması ilə təbii ki, Ermənistan artıq bir tranzit ölkəyə çevrilmiş olur və iqtisadi imkanlarını, eləcə də siyasi imkanlarını genişləndirmiş olur. Mən dəfələrlə demişəm ki, Azərbaycan əslində 44 günlük müharibə ilə, qələbə ilə biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa elədik. Eyni zamanda Ermənistan üçün bir imkanlar yaradıldı ki, Ermənistan özü də suverenliyini bərpa eləsin. Ermənistan suveren dövlət deyil. Ermənistan əslində bugün tam olaraq Rusiyanın nəzarəti altında, indi nəzarətindən çıxmaq, Avropanın diktəsi ilə addımlar atmaq fonunda bir dövlət kimi mövcudluğunu qoruyub saxlayıbdır və Tramp yolu dediyimiz Zəngəzur dəhlizinin açılması ilə də iqtisadi imkanları genişlənəcək Ermənistanın və Ermənistanın suverenliyini bərpa etmək imkanları yaradılmış olur. Azərbaycan bu imkanları yaradıb onun üçün. Bu mənada Zəngəzur dəhlizinin açılması əslində zamana bağlı məsələdir. Azərbaycan prezidenti də bununla bağlı bir anons da verdi ki, gələn ilin ortalarına qədər Zəngəzur yolunun Azərbaycan tərəfində olan hissəsi tam olaraq istifadəyə veriləcək. Həm avtomobil yolu, həm dəmir yolu. Eyni zamanda Naxçıvan istiqamətində artıq işlərin başlanması ilə bağlı məlumatlar var. Orada da bir neçə 100 kilometrdən artıq bir məsafədir. Orada da Azərbaycan öz gücü hesabına bu həmin yolu da bərpa etmək niyyətini artıq ortaya qoyubdur. İndi qalır Ermənistan tərəf. Ermənistanla da Amerika şirkəti arasında bir razılaşma var. Siz də qeyd elədiniz. İlkin bir tranş da var ortalıqda. Danışıqlar gedir və gələcəkdə Azərbaycan da öz mövqeyini bildiribdir ki, bu prosesdə dəstək verməyə, maliyyə ilə dəstək verməyə hazırdır. Eyni zamanda Türkiyənin bununla bağlı mövqeyi var. Hətta mən dünən belə bir informasiyaya rast gəldim ki, Amerika şirkəti, o şirkət ki, Ermənistanla ya 49 illiyə, ya 99 illiyə bir müqavilə imzalanacaq. O da gələcəkdə o dividendlər necə olacaq, indi biznes layihəsidir də, həm də bu təbii ki, ora həmin o şirkət ki, Zəngəzur dəhlizinə nəzarət eləyəcək, o dəhlizin tikilməsinə investisiya qoyacaq. Onlar da öz planlarını götür-qoy eləyirlər ki, bu icarəni 49 il eləsinlər, ya 99 il eləsinlər. Başqa bir informasiya da məlumat kimi getmişdi ki, dünən mənə rast gəldi. Ola bilər ki, həmin Amerika şirkəti eyni zamanda Türkiyə ilə də bu prosesi müştərək olaraq eləsin. Türkiyə dövləti və ya Türkiyə dövlətinə bağlı şirkətlərdən biri bu prosesdə iştirak edə bilər. Bir qədər də prosesin sürətlənməsi üçün belə bir informasiya da yayılıb. İstənilən halda cənab prezident də dedi ki, 28-ci ilin sonuna qədər bu kommunikasiya qovşağı istifadəyə veriləcək. Yəni son tarix kimi bu göstərilir. Gözləniləndir ki, seçkilərdən sonra artıq ciddi addımlar atılmış olsun. Ermənistandakı seçkilərdən söhbət gedir və Paşinyan iyun seçkilərində mən hər halda proqnozumuz ondan ibarətdir ki, qalib gələcək, seçkiləri udacaq, hökuməti formalaşdıracaq. Ondan sonra artıq ciddi addımlar atmağa başlayacaq. Həm konstitusiya dəyişikliyi ilə bağlı, eləcə də Zəngəzur dəhlizinin artıq tikintisinə başlanılması, istifadəyə verilməsi üçün görülən işlərlə bağlı və elə bu günlərdə erməni mətbuatından da mənə rast gəldi ki, Ermənistanda Konstitusiya İslahatları Şurası formalaşıb da bilirsiniz və prosesdə həvalə edilibdir Ermənistan Ədliyyə Nazirinə. Növbəti bir toplantıları olubdur, Konstitusiya islahatları ilə bağlı növbəti məsələləri gündəmə gətiribdilər. Yəni bu proses gedir, istənilən halda gedir. Bir daha deyirəm ki, seçki ərəfəsində Paşinyan özünə qarşı olan o müxalif güclərə əlavə bəhanə verməmək üçün və hansı dəyişikliklər olacaq konstitusiyada, hansı formatda eləyəcəklər, bunu bir qədər ictimaiyyətdən tam açıqlama vermədən saxlayırlar. Amma istənilən halda Ermənistanın üzərinə götürdüyü öhdəliklər var. İlk növbədə
bizi digər məsələlər maraqlandırmır, Ermənistanın daxili məsələlərdir, amma Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından geri çəkilməsi ilə bağlı müddəa mütləq mənada yeni konstitusiyada öz əksini tapmalıdır. Bu arada Amerikadan səfərlər oldu. Bakıya da, İrəvana da Dövlət Departamentinin diplomatları gəldilər. Yəni hiss olunur ki, Amerika da prosesi sürətləndirməyə çalışır. Düzdür, məbləğin bir hissəsi verilib, səhv eləmirəmsə 145 milyon dollar. Amma ola bilsin Rusiya və ya İranın prosesə müdaxiləsindən də çəkinir. Məsələn, açıq danışsa Arzuxan bəy, bu prosesin başladan Amerika prezidenti Donald Trumpdır. Donald Trump hələ ki 3 il yarım belə deyək də, hələ prezidentdir. Yəni 2028 ki, Azərbaycan prezidenti o fikri səsləndirib, tikinti bitməlidir. Yəqin o nəzərdə tutulub ki, əgər Paşinyan dediyi kimi tikinti iyun ayından sonra başlasa, ən az 2 il bu proses getməlidir. Çünki mütəxəssislər də baxmayaraq ki, məsafə qısadır. Relyef baxımından 2 il lazımdır. Amma Amerikanlar tələsir və haqlı olaraq görünür tələsirlər. Siz necə düşünürsünüz? Daha çox bəli, Trump bu prosesdə prosesin sürətlənməsində maraqlıdır. Çünki o yol Trumpın adı ilədir və indi görünən də budur ki, Amerika prezidenti özünün gördükləri işlərin siyahısını genişləndirmək və bütün dünyaya nümayiş etdirmək məsələlərində bir qədər həvəslidir. Bu mənada həmin yolun açılmasında da maraqlıdır. Eyni zamanda Trump təbii ki, biznes təfəkkürlü bir siyasətçidir. Və elə 8 avqust razılaşmasında da səsləndirdiyi fikirlərin içərisində bir məqam mənim diqqətimi cəlb elədi ki, dedi, orada çox böyük kapital yatır. Yəni, nəzərdə tutur ki, bu logistik imkanlar ciddi iqtisadi imkanlar deməkdir eyni zamanda. Bu baxımdan həmin yolun açılmasına həm də biznes prizmasından baxılır ki, sözün həqiqi mənasında həm yolun qısalığı, həmçinin Çindən, Asiyadan, Azərbaycanın üzərindən, Türkiyənin üzərindən keçməklə Avropaya yeni bir kommunikasiya qovşağının açılması digər paralel yollarla yanaşı daha çox dividend gətirə biləcək imkanlara malikdir. Bu baxımdan Trumpı tam olaraq bu fikri ilə razıyıq və Trump daha tez həm öz adı ilə bağlı olmağına görə, eyni zamanda ciddi iqtisadi imkanlar əldə etmək, logistik imkanlar əldə etmək, istənilən halda Cənubi Qafqaza müəyyən qədər təsir etmək, nüfuz etmək baxımından da Amerika dövlətinin, eləcə də bugünkü prezident Donald Trumpın maraqlarına xidmət edir deyə bu layihə daha tez reallaşmasını istəyir təbii ki. Elə yeganə məsəl üçün uranı xatırlatsaq ki, Qazaxıstan dünya uranının 40%-nə malikdir. Özbəkistan da müxtəlif rəqəmlər 20%-ə. Elə tək uranı Zəngəzur dəhlizi üzərindən daşıya bilsələr, uran Avropaya da lazımdır. Fransanın, Finlandiyanın atom elektrik stansiyaları var. Bir ara Qazaxıstana, Özbəkistan səfərlər elədi. Bəlkə də buna görə sonra Makron Azərbaycan siyasətini bir qədər korrektə etdi. Başa düşdü ki, Azərbaycanın iştirakı olmadan bu proseslər mümkün deyil, irəliləsin və artıq biz bəzən ancaq o Azərbaycanın 44 günlük müharibədə əraziləri işğaldan azad etdi deyə fikri ilə məhdudlaşdırırıq məsələləri. Amma əslində faktiki olaraq Cənubi Qafqazın xəritəsi tam olaraq dəyişibdir. Reallıqlar kökündən dəyişibdir. Azərbaycanın imkanları genişlənibdir və Azərbaycanın əhəmiyyəti kifayət qədər artıbdır. Bu gün Azərbaycana və Azərbaycan prezidentinə yönəlik münasibət elə o kontekstdədir ki, artıq Azərbaycanın iştirak etməyəcəyi hər hansı bir layihənin Cənubi Qafqazda və bu arealda reallaşması qeyri-mümkündür. Eləcə də Azərbaycan artıq Orta Asiya ölkələri ilə indi o C5+1 layihəsində artıq Azərbaycan da bir mənalı olaraq iştirak edəcək. Artıq deyirlər. Bəli, artıq 6+1 olacaq. Bu belə görünən bundan ibarətdir. Yəni artıq görünən budur ki, Azərbaycanın iştirakı olmadan heç bir layihə gerçəkləşmir və bütün bu kommunikasiya qovşaqları Azərbaycanın üzərindən gəlir keçir. İstər şimal-cənub, istər qərb-şərq, istər indi orta dəhliz, eyni zamanda indi Zəngəzur dəhlizi, bütövlükdə hamısı Azərbaycanın bilavasitə bu prosesdə iştirakı ilədir. Ona görə də Azərbaycanın əhəmiyyəti kifayət qədər yüksəkdir və C5+1 formatında dövlət başçılarının, Orta Asiya dövlət başçılarının Vaşinqtonda Trumpla görüşündə də
Amerika prezidenti xüsusi olaraq vurğuladı Azərbaycanın əhəmiyyətini və Azərbaycanın bu prosesdə iştirakının vacibliyini vurğuladı, dilə gətirdi. Ondan sonra da artıq Azərbaycan prezidentinin həmin ölkə dövlət başçıları ilə görüşür və bu prosesdə iştirakı artıq görürük ki, bu əvvəlcədən dünya dövlətlərinin marağında və Azərbaycanın əhəmiyyətini artıq hiss edərək Azərbaycana yönəlik münasibətin tamamilə fərqli məcrada inkişafında baş verən hadisələr fonundadır. Bu baxımdan biz bütövlükdə reallıqları dəyişmişik. Biz tam olaraq Azərbaycanın gücünü, qüdrətini ortaya qoymuşuq və bu gün Azərbaycanla hesablaşırlar. Bütün mənalarda hesablaşırlar. Mübaliğəsiz mən bunu deyirəm. Nə qədər kiçik ölkə olsaq da kifayət qədər əhəmiyyətli, gücə malikik və təbii ki, bu prosesdə qardaş Türkiyənin də rolu kifayət qədər yüksəkdir. Eyni zamanda Azərbaycan prezidentinin bunu xüsusi olaraq altını cızaraq vurğulamaq istəyirəm ki, apardığı xarici siyasət ciddi surətdə öz bəhrəsini verməkdədir. Digər dövlətlərlə, istər İsrail olsun, cənub qonşumuz nə qədər əsəbləşir, bundan əsəbləşsin, istər Pakistan olsun, Hindistan da bundan nə qədər əsəbləşir, əsəbləşsin. Eləcə də Türkiyə təbii ki, biz bir millət, iki dövlətik və digər Orta Asiya dövlətləri, Türk Dövlətlər Təşkilatının bütövlükdə bugünkü o gücə, qüdrətə və əhəmiyyətə malik olmasında da Azərbaycanın kifayət qədər ciddi rolu var. Türkiyə və Azərbaycanın dominantlığı ilə bu Türk Dövlətlər Təşkilatının inkişafı və bugünkü məqama gəlməsi və gələcək perspektivləri ortaya çıxıbdır. Bu da artıq biz zamanında bir Turan ideyasını xəyal kimi deyirdik, gerçəkləşməsini istəyirdik. Bugün artıq dünya qütblərindən biri, sizin də efirlərdə dəfələrlə bu məsələyə qayıtmışıq ki, dünya artıq iki qütblü deyil, çox qütblü bir dünya törəni formalaşmaqdadır və bu qütblərdən bir əhəmiyyətlisi də Türk Dövlətlər Təşkilatı olacaq. Bu kontekstdə Azərbaycanın da bu prosesdə əhəmiyyətli rolu var. Azərbaycan bütün proseslərin mərkəzindədir. Bir qədər öncə bir fikirdə söylədiniz. Deməli, əslində bu prosesdən Ermənistan da faydalanıla bilər. Həqiqətən belə baxanda biz ərazi bütövlüyümüzü təmin etdik, işğalçıları torpaqlarımızdan qovduq, Ermənistan məğlub oldu. Amma Ermənistan bu məğlubiyyəti ona müəyyən bir istiqamət də açır. Yəni Azərbaycanla sülh müqaviləsi imzalanır, Zəngəzur dəhlizi açılır və bütün bu zənginliklərin dünya bazarlarına daşınmasında bir nəqliyyat xətti olaraq Ermənistan da iştirak edə bilər. Azərbaycanla bağlı siz xatırlatdınız. Deməli, Amerika prezidenti ki, bu dəvəti Mərkəzi Asiya liderlərinə göndərmiş, Tokayevin hətta bir açıqlaması oldu ki, yaxşı olardı ki, prezident İlham Əliyev də bu tədbirdə iştirak eləsin. Bunun özü də elə onu göstərir ki, yəni Mərkəzi Asiya liderləri də Azərbaycanın oynadığı rolu qəbul edir. Türkiyə ilə bağlıdır. Baxın, Arzuxan bəy, bir həftə ya 10 gün qabaq Türkiyə Xarici İşlər Nazirinin müavini Bakıya gəlmişdi. Bu günlərdə Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Ankaraya getmişdi. Nazir Hakan Fidanla görüşdü. Jurnalistlər sizə də yəqin, mənə də suallar verirlər. Səfərin əhəmiyyətidir. Əhəmiyyəti odur ki, Şuşa bəyannaməsi var, biz müttəfiqik. Bu kimi, bu qlobal sizin söylədiyiniz bütün bu problemləri müzakirə etməyə, dialoq çərçivəsində müzakirə etməyə ehtiyac var. Amma Ermənistana qayıtdıqda, bu arada bizim siyasi ekspertlər arasında da Ermənistan özündə də müzakirələr gedir. Erkən parlament seçkiləri ilə bağlı da müəyyən fikirlər söyləyir. Siz bu ehtimalı necə qiymətləndirirsiniz? Ehtimal var idi əslində, məsələ gündəmdə idi, amma artıq elə bir iyuna nə qaldı ki? 6 ay qalıbdır. Artıq dekabr ayıdır. Bir gündən, 2 gündən sadəcə düşünürlər ki, Rusiya birdən pozuculuq fəaliyyəti göstərəcək. Rusiya pozuculuq fəaliyyəti göstərsə, əksinə o növbədənkənar parlament seçkilərinə gediləcəksə bir qarışıqlıqdan istifadə edərək nəsə siz düşünürsünüz ki, bütün hallarda Paşinyan elan etdiyi tarixdə keçirir. Hesab edirəm ki, iyun ayında keçiriləcək parlament seçkiləri. İndi ona qədər də Paşinyan əslində hadisələri bir qədər də qabaqlamaq istəmir. Yavaş-yavaş o rəqiblərini sıradan çıxarmaqla məşğuldur. İndi o planlı surətdə gedir təbii ki. Kilsə ilə münasibətlər, kilsənin faktiki olaraq zərərsizləşdirilməsi demək olar bu məsələdə. Eyni zamanda siyasi rəqiblərini də sıradan çıxarıbdır faktiki olaraq və siyasi rəqiblərlə bağlı belə bir fikir formalaşıb erməni cəmiyyətində ki, bunlar bir mənalı olaraq Rusiyaya bağlı qüvvələrdir, yəni əslində də elədir. Eyni zamanda da onlara bir müharibə partiyası kimi də baxırlar. Erməni cəmiyyəti müharibə istəmir. Erməni cəmiyyəti müharibənin nə ilə nəticələnəcəyinin fərqindədir. Ona görə də Paşinyan bu kartdan da istifadə edir. Paşinyan sülh
carçısı kimi təqdim olunubdur və elə də erməni cəmiyyətində də müharibəyə ehtiyac yoxdur. Ermənistan bugünkü sərhədlərini qoruyub saxlamaq, Ermənistanın nəhayət ki bir dövlət olaraq həmin o maketi əlində gəzdirirdi. Bu sərhədlər çərçivəsində mövcudluğunu təqdim etmək dünyaya, yəni özləri də etiraf edirlər ki, bu vaxta qədər Ermənistan dövlətçiliyi də olmayıbdır. İndi şərait yaranıb. İndi onun fərqindədir. Paşinyan da onun fərqindədir. Onun komandasında olanlar da, bir qədər ağlı başında olan ermənilər də başa düşürlər ki, bayaq mən dediyim kimi biz suverenliyimizi bərpa etməklə eyni zamanda ermənilərə bir fürsət tanımışıq ki, suverenliklərini bərpa etsinlər. Nəhayət ki, Rusiya buxovundan, boyunduruğundan azad olsunlar. Çünki iqtisadiyyatı Rusiyadan asılı vəziyyətdə hərbi kontingent Ermənistan ərazisindəki Rusiya hərbi kontingenti belə olan halda hansı müstəqil siyasətdən danışmaq olar? Və siyasət iqtisadiyyata bağlı məsələdir. İqtisadiyyatın sən əgər hansısa dövlətdən asılıdırsa, deməli sən həmin dövlətdən asılı vəziyyətdəsən. Və bu kommunikasiya qovşağı ilə bağlı məsələlər əslində torpaqlarımız işğal altında olanda da deyilirdi ki, o zaman Bakı, Tbilisi, Ceyhan və sair digər o kommunikasiya qovşaqları Ermənistanın üzərindən keçməklə daha qısa məsafə və Ermənistanın da buradan dividendlər əldə etmək imkanları var idi ki, bu fürsəti buraxıbdılar. Növbəti bir fürsət Azərbaycan onlar üçün yaradıbdı, tanıyıb və bu fürsəti dəyərləndirməyəcəklərsə, biz özümüz dəyərləndirəcəyik. O Zəngəzur Azərbaycan torpaqlarıdır, tarixi Azərbaycan torpaqlarıdır. Biz heç bir halda o torpaqlardan vaz keçmirik, amma indi dünya elə bir düzəndədir ki, bizim növbəti hədəfimiz təbii ki, kommunikasiya qovşağının açılması, eyni zamanda bizim zamanında həmin ərazilərdən didərgin salınmış, sürgün olunmuş, deportasiya olunmuş bacı qardaşlarımızın öz doğma vətənlərinə qayıdıb orada yaşamaq imkanlarını təmin etməkdir. Bu, eyni zamanda həmin o kommunikasiya qovşağının da gələcəkdə təhlükəsizliyinə zəmanət verə biləcək faktorlardan biridir və münasibətlərin normallaşması deməkdir eyni zamanda. Çünki o da məlumdur ki, Ermənistan kifayət qədər müstəqilliyini bərpa edən dövrdən indiyə əgər nəzər yetirsək, Ermənistan əhalisi artmayıbdır, əksinə azalıbdır. Və Qarabağı biz gördük hansı vəziyyətdə saxlamışdılar. Saxlamamışdılar, darmadağın eləmişdilər, biz təzədən qururuq. Və mən sizə inandırıram ki, o kəndlər, qəsəbələr, şəhərlər ki, zamanında bizim bacı qardaşlarımız məcburən tərk edibdilər, oralar da elə həmin vəziyyətdədirlər. Oraları da bərpa eləməyə ehtiyac var və qayıdaraq, dinc yolla qayıdaraq, indi yenə o məşhur təbircə desək, tankların üzərində deyil, avtomobillərlə qayıdaraq həmin əraziləri də bərpa etmək, o da bizim üzərimizə düşür və regionun əsas söz və güc sahibi olaraq Azərbaycan həm sülhün, dayanıqlı sülhün, sabitliyin olmasında maraqlıdır, eyni zamanda da dayanıqlı sülh və sabitliyə nail olmaq üçün də tərəflər arasında bir etimad mühitinin formalaşması üçün də mən hesab edirəm ki, bizim Qərbi Azərbaycana qayıdışımız təmin olunmalı və beynəlxalq müstəvidə də bu haqqımız, hüququmuz, bizim bacı qardaşlarımızın hüquqları tanınmalıdır. Buna da nail olacağıq biz. İnşallah bizim əsas, bəli, mən də razıyam, sizin hədəflərimiz hələ var. Ermənistanda, məsələn, Paşinyan bu reallıqları anlayır. Məsəl üçün, bu günlərdə yenə də bu Azərbaycanda çox müzakirə, özünü liberal belə görüşlü adlandıran bir Rusiyalı jurnalist getmişdi İrəvana, Venediktov. O qədər məntiqsiz fikirlər söyləyib, hələ Qarabağ məsələsi bitməyib, biz məsələni həll edəcəyik. Yəni, biri gərək ona sual verək ki, indi erməni jurnalist əlbəttə ona sual verməz, amma Azərbaycan jurnalistlərindən biri, məsələn, Venediktova çıxışı olsa, bizə sual verməyə lazım. Yəni, sən bu mexanizmi necə görürsən ki, Ermənistan yenidən bu Qarabağ o məntiqi ilə nəzarətə götürməyə, bizim məntiqimizdən işğal etmək. Siz demiş, əhalisi azalır, biz 10 milyonluq artırıq, onlar 3 milyon azalır. Hərbi büdcəmiz vaxt-vaxtı onların bütün büdcəsindən çox oydu. Hərbi qüdrətimiz, hərbi texnik. Yəni, biraz qızışdırıcı qüvvələr də var. Konstitusiya ilə bağlı da Arzuhan bəy. Bu, əslində Paşinyan özünü zəif göstərməmək üçün. Çünki biz hamı bilir ki, Konstitusiya ona görə qəbul olunmalıdır ki, orada Azərbaycan ərazi iddiası var, o çıxarılmalıdır. Amma kilsəni də hədəf götürüb. Və deyilənə görə bunu erməni ekspertlər də yazır, mən oxumuşam. Kilsənin rolunu da azaldacaq yeni konstitusiyada. Məsələ burasındadır ki, indi qeyri-rəsmi olsa da, əslində erməni siyasətini yönləndirən erməni Qriqoryan kilsəsi olubdur.
Sovetlər dönəmində də belə olubdu, ondan qabaq da olubdu və kilsənin də bilavasitə elə Sovetlər dönəmindən indiyə qədər də, indiki hazırki dövrə qədər də Rusiya xüsusi xidmət orqanlarının nəzarətində olması sir deyil. Və bütün ermənilərin əslində müəyyən bir dövr ərzində belə dırnaqarası uğur qazanmasında da kilsənin xüsusi olaraq xidmətləri olub. Erməni cəmiyyətində belə bir fikir təlqin olunmuşdu ki, əsas siyasət kilsədən istiqamətlənən siyasətdir və erməni siyasətçiləri də faktiki olaraq kilsədən idarə olunurdular, desək yanılmarıq. Bütövlükdə dünyada yaşayan ermənilər də əsas komandanı oradan aldılar. Vahid bir mərkəzdən idarə olunan proseslər var idi. O böyük Ermənistan, dənizdən dənizə Ermənistan xulyası da əslində kilsə tərəfindən ortaya atılmış və elə ermənilərin öz təxəyyülünün məhsulu deyil əslində. Onlara təlqin edilmiş və onlardan istifadə etmək üçün bir alət olaraq ortaya atılmış ideya idi ki, o da kilsədən idarə olunurdu. Və bu gün kilsə bir mənalı olaraq Rusiyanın təsir dairəsindədir desək yanılmarıq. Paşinyan da bunu xüsusi olaraq anlayır və artıq qərb güclərinə də o güclər ki, onu hakimiyyətə gətiriblər, onlara da başa salıb, inandırıb ki, kilsə ilə mübarizə aparılmalıdır, kilsə artıq amma kilsə də sanki parçalayıb, keşişlər arasında Paşinyan tərəfinə keçənlər də var. Artıq yeni orada təyinatlar nəzərdə tutulur. Qaraginə müxalif olan keşişlər meydana çıxıb. Bir komanda olaraq formalaşdırıbdır. Paşinyan bacarıbdır bu işləri görməyi. Necə ki, vaxtilə prezidenti uzaqlaşdırdı, bir prezident var idi hakimiyyətə gəldi, Sarkisyan'a bağlı. Onu uzaqlaşdırdı, özünə layal olan bir prezident şəxsi qoydu. İndi ondan bir yer. Yəqin Qaraginin də özünə bir liberal keşişlə əvəz edə bilər. Bir mənalı olaraq əvəz eləyəcək. Çünki Qaragin haqqında da kifayət qədər ciddi kompromatlar var ortalıqda və Qaragini çox pis yerdən tutublar. O kompromatların hələ hamısı yayılmayıbdır. Yayıla biləcəyi ehtimalı da kifayət qədər çoxdur. Təhdid altındadır. Ona görə də onun əl-qolunu bağlayıb artıq. Paşinyan onun və komandasının 12 ya 13 nəfər onun yaxın ətrafında olanlar da həbs olunubdular, cinayət məsuliyyətinə cəlb olunubdular. Ona görə də Paşinyan faktiki olaraq kilsəni sıradan çıxarmış durumdadır. Amma seçkiyə qədər də yenə baş qaldıranları sıradan çıxaracaq, eləcə də digər rəqiblərini də və Rusiyadan idarə olunan bu iş adamlarıdır, nə bilim, biznesmenlərdir, siyasətə, ictimai siyasi həyata hansısa formada təsir etmə imkanları olan şəxslər də, onlar da faktiki olaraq təcrid olunurlar, sıradan çıxarılırlar. Bu proses davam edir. Ermənistanda əgər Rusiya hərbi kontingent hansısa bir təxribat törətməyəcəksə, o zaman Paşinyanın bir mənalı demək olar ki, qalibiyyəti sual altında deyil. Amma istənilən halda Rusiyanı ağılla başa düşmək mümkün deyil. Orada hər şey, hər cür hadisə baş verə bilər. Tam olaraq nəzarətindən çıxacaqsa Ermənistan artıq son məqamda hansı addımlar atıla bilər. İndi Ukrayna, Rusiya arasında hansı formada deyək, atəşkəs və ya sülh müqaviləsi imzalanacaq, bundan da çox şey asılıdır. Rusiyanın bu məsələdə müəyyən qədər öz istəyinə nail olması Cənubi Qafqaza da təsir etmə imkanlarını artıracaq ki, azaltmayacaq. Bu mənada o hadisələr də təbii ki, diqqət mərkəzimizdədir və təkcə bizim deyil, eyni zamanda Avropanın da diqqət mərkəzindədir və olmalıdır. Çünki Rusiya əgər bu prosesdən uduşla çıxacaqsa, ilk növbədə elə Şərqi Avropa ölkələrinin özləri üçün də çox ciddi təhdidlər yaranmış olacaq. Ona görə o proseslərin də yəni bir-birinə təsir imkanları kifayət qədər yüksəkdir. Mən amma sizin əvvəldə dediyiniz o bir Rus Venediktovun bağlı məsələyə qayıtmaq istəyirəm. O Venediktova kimsə sual verə bilər, bu öz yerinə. Onun mövqeyi də bəllidir, onun hansı təfəkkürdə olması da bəllidir. Amma bir sorğu keçirilsə əgər, indi bunlar 150 min deyirlər, 100 min deyirlər, nə qədər. Nə qədər geri ermənilər var. Onların içərisində sorğu keçirsələr, mən sizə əmin eləyirəm ki, ən azı 90% Azərbaycana qayıtmaq istəmirəmə səs verəcəklər. Yəni onlar qayıtmayacaqlar geri, qayıtmaq istəmirlər. Bu məsələdə bizim Azərbaycan cəmiyyətində də bəzən yanlış fikirlər var ki, bizimkilər ora getsələr Qərbi Azərbaycana, onlar da bura gələcəklər. Tamamilə fərqli məsələlərdir. Razıyam. Deyil, müqayisə oluna biləcək məsələ deyil. Bizim qayıdan vətəndaşlarımız qayıtmaq istəyirik. Amma onların qayıtmağı çox ciddi sual altında, çünki özləri qayıtmaq istəməyəcəklər. Çünki onlar 30 il ərzində 90%-dən çoxu bu cinayətlərə əlləri batıbdır. Hərbi cinayətlərdə iştirak edirlər. Həm də Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. Qəbul etmək istəməkdən də əlavə. Başa düşürlər ki, qəbul etsələr,
Azərbaycan hüquq mühafizə orqanlarında olan hər bir haqqında məlumat var. Bizim oradan gələnlər isə bacı qardaşlarımız, onlar zorla qovulublar, didərgin düşüblər. Onlar əksinə Ermənistan iqtisadiyyatına, Ermənistan kənd təsərrüfatına, Ermənistan dövlət quruculuğuna əhəmiyyətli dərəcədə müsbət mənada töhfələr vermiş insanlardır. Bunlar Ermənistan dövlətinin formalaşmasında iştirak ediblər bunlar. Ermənistanın bütövlükdə iqtisadiyyatının formalaşmasında iştirak ediblər. Əslində ağılları olsa özləri yaşıl işıq yandırarlar. Çünki oralar boş qalıb, heç bir kənd təsərrüfatından da özləri məşğul olmur. Arzum bəy, bu Amerika-Azərbaycan bəli strateji münasibətlər formalaşma, bir neçə incə məsələ var ki, onunla bağlı biraz belə deyək də narazılıq da var. Bunlardan biri, yəni bildiyiniz kimi 907-ci düzəlişli Konqresin 90-cı illərin əvvəllərində Azərbaycan əleyhinə ədalətsiz bir düzəliş qəbul edib ki, Amerikanın dövlət yardımının qarşısını alır Azərbaycan. Düzdür. Zaman-zaman prezidentlərin Azərbaycana işi düşür, dondururlar. 2000-ci illərin əvvəllərində antiterror əməliyyatı zamanında Əfqanistan-İraq əməliyyatlarında Azərbaycana ehtiyacları oldu. Evet. O zamanki prezident sülh yaratma prosesində iştirak edib dondurdular. Sonra çox məntiqsiz olaraq bizə də ehtiyacları olmadılar, təzədən qüvvəyə mindirir. İndi Trump da yenidən dondurub, amma məsələnin əsl həlli ümumiyyətlə bu düzəlişin ləğvindən gedir. Bu günlərdə Azərbaycandan bir heyət də getmişdi. Sizin həmkarlarınız Səməd Seyidov və nümayəndə heyəti. Onlar da bu məsələyə toxunublar. Bildiyim qədərilə yaxın günlərdə sizin də Vaşinqtona səfəriniz nəzərdə tutub, sizin partiyanızın üzvü olduğu ittifaqın toplantısı Vaşinqtonda keçiriləcək. Respublikaçılar Partiyası. Yəqin orada konqresmenlərlə müəyyən təmaslarınız da olacaq. Yəni bu 9 erməni lobbisi də güclüdür belə elə, amma bu konqresmenlər bu məntiqi qəbul etmirlərmi ki, yaxşı, Zəngəzur dəhlizi də açılacaqsa, hansı bu mühasirədən söhbət gedə bilər Ermənistanın? Təbii ki, 907-ci düzəlişlə bağlı 8 avqustda da Azərbaycan prezidenti Vaşinqtonda olanda mövqeyini bildirmişdi. Haqlı olaraq biz dəfələrlə bu məsələ ilə bağlı mövqeyi gündəmə gətirmişik. Məsələ burasında da siz də çox gözəl bilirsiniz ki, 92-ci ildə 907-ci düzəlişin ərsəyə gəlməsində əsas həmmüəlliflərdən biri də elə keçmiş Amerika prezidenti Joe Biden olubdur. Bəli. Və yenidən həmin maddənin qüvvəyə minməsi də elə Bidenin bundan əvvəlki dövrdə prezidentliyi dönəminə təsadüf elədi. O da təsadüfi deyil əslində. Təəssüflər olsun ki, Amerika demokratları, yəni Amerikada əsas iki partiyalı sistemdir. Demokratları haçan nə vaxt hakimiyyətdə olublarsa Azərbaycana yönəlik əks mövqe sərgiləyibdilər, siyasətləri fərqli olubdur. Respublikaçılar dönəmində Azərbaycana yönəlik münasibət kökündən fərqlidir. Və indi də Donald Trumpın Azərbaycana, Azərbaycan prezidentinə mövqeyi fonunda gözlənti bundan ibarətdir ki, 907-ci düzəliş tam olaraq aradan qaldırılacaq. Yəni müvəqqəti dayandırılıbdır, amma hətta ilin sonuna qədər elə bir ciddi addımın atılması da gözlənilir. Təbii ki, Trump... Bunun üçün üzr istəyirəm Arzuxan bəy, Ağ Ev Dövlət Departamenti, yəni biraz da konqresə təsir etməlidirlər. Yəni izahat işi aparmalıdırlar. İzahat işi də aparılmalıdır. Konqres də əslində respublikaçıların təsiri altındadır demək olar. Bu mənada eyni zamanda indi yenə dünən mənə rast gəldi. Trump Bidenin imza atdığı bir çox sənədlərin ləğvinə başlayıbdır ardıcıl olaraq və istənilən məqamda deyək ki, Əfqanistan əsilli bir şəxs terror aktı törətməyə cəhd elədi. Bəli, bir neçə gün öncə. Vaşinqtonda Ağ Ev yaxınlığında və ardınca da ittiham elədilər ki, Biden dönəmində Əfqanistandan gəlmiş şəxsdir və Bidenin bu məsələ ilə bağlı yürütdüyü siyasətin nəticəsidir ki, Amerikada belə hadisələr, terrora cəhdlər olur və Əfqanistan vətəndaşlarının Amerikaya girişinə artıq viza verilməsinə də qadağa qoyuldu. Yəni, Trump Bidenin atdığı bütün addımları silmək, onun imzalarını tam olaraq arxivə göndərmək niyyətindədir. Bu da 907-ci düzəlişdə onlardan biridir. Həm bu faktor var, eyni zamanda da Azərbaycana yönəlik münasibət, Azərbaycanın bölgədə sülhə, sabitliyə yönəlik atdığı addımlar və o Zəngəzur dəhlizinə bir daha qayıtmaq istəyirəm ki, Amerikanın bu prosesdə marağı təbii ki, 907-ci düzəlişin tam olaraq ləğvini tələb edir. Bu baxımdan hesab edirəm ki, bu məsələ öz həllini tapacaq, müsbət həllini tapacaq. Bizim səfərimizlə bağlı dediniz, mən də hadisələri qabaqlamaq istəmirəm. Biz may ayında
bir bəyanat qəbul edilməsinə nail olmuşduq o zaman. Bu təbii ki, Azərbaycan adına bir uğur hesab edirəm. Bizim partiyanın uğuru olsa da, uğuruna kimi yazılsa da, amma eyni zamanda biz hər birimiz dövlətimizə xidmət edirik. Bu dəfə də fikirlərimiz var, müəyyən bir sənədin qəbul edilməsinə çalışacağıq. Zəngəzur dəhlizi ilə bağlı da mövqeyimiz çox yerinə düşərdi. Orada hesab edirəm ki, öz əksini tapacaq. Çünki Beynəlxalq Demokrat İttifaqı dünyanın 80-dən artıq ölkəsindən olan 100-dən çox partiyanın, sağ mərkəz yönümlü partiyaların formalaşdırdığı bir platformadır. Kifayət qədər nüfuzlu bir təşkilatdır və o təşkilatda təmsil olunan siyasi partiyalar öz ölkələrində böyük əksəriyyəti hakimiyyətdədirlər. Respublikaçılar da, Böyük Britaniya konservatorları və s. və ilaxır bu partiyalar öz ölkələrində siyasətə təsir etmək imkanları baxımından da kifayət qədər təsir etmək gücə malik olan partiyalardır və biz də Azərbaycanı orada təmsil edirik. Bütövlükdə Türk dünyasını orada təmsil edirik desəm yanılmaram. Və təbii ki, Azərbaycanın dövlət maraqlarına xidmət edən çağırışların, sənədlərin, bəyanat olsun, qətnamə olsun, Beynəlxalq Demokrat İttifaqı adından qəbul edilməsinə, həmin o ölkələrin də buna səs verməsinə çalışırıq. Hesab edirəm ki, bu dəfə də belə bir addım atılacaq və 9-7-ci düzəlişlə bağlı da oradakı görüşlərimizdə mövqelərimizi bildirəcəyik. Mümkün olarsa sənədə də salacağıq, amma yenə də deyirəm, Azərbaycan prezidentinin bununla bağlı Amerika Birləşmiş Ştatlarında olarkən çox ciddi mövqeyi olubdur və Trumpla da bu məsələlər hesab edirəm ki, razılaşdırılıbdır və Konqresə təsir eləməklə ümumiyyətcə 9-7-ci düzəlişin ləğvini yaxın zamanlarda mümkün hesab edirəm. Bəli, bu düzəlişin ləğvi strateji ittifaqı daha da gücləndirərdi. Bir xəbər də yaydı, düzdür, nə təsdiq olundu, nə təkzib olundu, amma bu da müvəqqəti biraz gərginlik yarada bilər ki, indi Amerika öz sıxılmış qazını Avropa ölkələrinə satmaq istəyir. Ukraynada Azərbaycan qazına ehtiyac var. Yunanistandan, bilmirəm, bəlkə də xəbər dezinformasiya da ola bilər. Güya Amerika Ukraynaya təzyiq edib ki, ciddi reaksiyalar olmadı. Yunanistan təksibdə olmadı əslində. Ona görə bunun üzərində dayanmağa ehtiyac duymuram. Şayət. Amma eyni zamanda da bir şey də nəzərə almaq lazım ki, hər dövlətin öz maraqları var. İqtisadi maraqları var, ticari maraqları var, siyasi maraqlarla yanaşı və belə çox ciddi də əslində əhəmiyyət verilməli olan bir məsələ deyil. O da məlumdur ki, bütün bu hadisələrin fonunda Azərbaycan artıq reallıqdır ki, Avropanın 10 ölkəsinə qaz nəql eləyir və artıq Azərbaycan tam belə mübaliğəsiz demək olar ki, Avropanın enerji təhlükəsizliyinin əhəmiyyətli, önəmli bir parçasına çevrilibdir. İndi Yunanistana kimin qaz verməsi, Azərbaycanın və ya digər ölkənin qaz verməsi də bu da razılaşdırıla biləcək məsələlərdəndir. Amma istənilən halda biz o imkanlarımızı genişləndiririk zaman-zaman və bu kommunikasiya qovşaqlarının açılması ilə də Azərbaycan növbəti dəfə bütün dünya dövlətləri üçün, Avropa üçün də xüsusilə də önəmli rola malik olduğunu bir daha sübut eləyir və bu baxımdan da bəzi məsələlərin üzərindən müvəqqəti olaraq keçmək olar hesab edirəm. Razıyam sizinlə. Üstəgəl də inanmıram Ukrayna Azərbaycan qazından imtina etsin. Yəni Ukrayna ağır vəziyyətdə bizdən qazın nəqlini istədi. Biz nəql etdik. Düzdür, Rusiya təxribat yaratdı. Bizim yanacaq mərkəzlərimə, boru xəttinə zərbələr endir. Səfirliyimizi də vurdular. Səfirliyimizi mütəmadi vururlar Arzuhan bəy. Mütəmadi vururlar. Bəhanə də odur ki, güya səfirliyimizin yanında hərbi mərkəzlər var. Ya bəhanələr. 2022-ci ildə Azərbaycanın səfirliyi yaxınlığında o eyni zamanda konsulluğumuzun yaxınlığındakı o mərmi partlayışları olmuşdu. O zaman Rusiya tərəfə rəsmi olaraq nota verilməklə yanaşı Rusiya Xarici İşlər Nazirliyinə, Rusiya Müdafiə Nazirliyinə Azərbaycanın əhəmiyyətli parçası olan həm səfirlik, konsulluq, bizim enerji mənbələrimizlə bağlı, anbarlarla bağlı, oradakı bizim kommunikasiyalarla bağlı xəritələr də təqdim olunubdur və Rusiya Müdafiə Nazirliyi bu xəritələri qəbul edərək bir öhdəlik üzərinə götürmüşdü ki, həmin ərazilər vurulmayacaq, növbəti dəfə vurulur. Rusiyanın ona görə də, yəni Rusiya ilə bağlanan istənilən müqavilə, istənilən razılaşma elə özlərinin təbiricə desək, o məşhur ifadədir ki, suya yazılmış kimi bir məsələdir. Neçə ki Rusiya bu arealda gücünü hələ də qoruyub saxlamaqdadır. Bütün
dünya ölkələri üçün, təkcə region dövlətləri üçün deyil, bütün dünya ölkələri üçün təhlükədir. Allah Cəfər Dudayeva rəhmət eləsin. Bəli, onun məşhur sözləri ki, Rusiyanın imzalanan saziş suda imzalanan sazişə bənzər. Həqiqətən də doğru demişdi. Elə bu Rusiya indi bu işğalı yenə də Ukrayna ərazisində davam edir. Tramp plan irəli sürdü. Düz o plan, ilkin plan biraz Ukrayna maraqları əleyhində. Sonra dəyişikliklər oldu. Aydındır ki, Ukrayna prezidenti bir dəfə gərginlik yaşayıb Trampla, ikinci dəfə yaşamaq istəmir. Amma yox deməyəcək plan, amma müzakirələr davam edəcək. Amma Rusiya inanmıram ki, o dəyişdirilən planı da qəbul etsin. Dünən idi, sığa gündür Rusiya prezidentinin bir çıxışı oldu. Nə qədər məntiqlidir. Ukrayna bizim tələb etdiyimiz əraziləri bizə qaytarsın, müharibəni dayandırır. Yəni işğal etdiyini özündə saxlayır. Hələ işğal edə bilmədiyini də tələb edir. Trumpın planı ilə bağlı sizin fikirləriniz necədir? Trumpın əslində adından o bir sənədin yayılması oldu, 28 maddəli. O tam olaraq Ukraynanın kapitulyasiya sənədidir demək olar. İşğalın rəsmiləşdirilməsidir. Sonradan və çox olduqca Ukrayna üçün belə aşağılayıcı sənəd kimi qəbul edilə bilər və o sənədin altına imza atan istənilən Ukrayna siyasətçisi öz siyasi intiharına qol çəkmiş olur. Bu qəbul edilən məsələ deyil. İndi Avropa ölkələri hərəkətə gəldilər, müəyyən danışıqlar oldu. İndi səbəblərimsə Floridada Witkoff və Avropa rəsmilərinin görüşü olacaq. Ondan sonra onun Amerika prezidentinin xüsusi nümayəndəsidir bu məsələlər üzrə. Onun Moskvaya gələcəyi və burada Rusiya rəsmiləri ilə görüşəcəyi nəzərdə tutulubdur. Yəni bu qarşıdakı həftədə bir çox məsələlərə aydınlıq gətiriləcək hesab edirəm ki, amma bilirsiniz, Ukrayna daxilində baş verən hadisələr də əslində maraqlı narahatlıq yaradır əslində. Ukraynanın yəqin korrupsiya qalmaqalını nəzərdə tutur. Ukraynanın hal-hazırda bu danışıqlarda, o Witkoffla danışıqlarda Umerov təmsil eləyəcək və bir də Müdafiə naziridir. Eyni zamanda Ukrayna Xarici İşlər Nazirinin müavinidir, səhv eləmirəmsə bu iştirak eləyəcək. Həmin yeni sənədin üzərində iş gedir və Zelenskinin o xalqa müraciətində də çox belə bədbin notlar var idi əslində. İstənilən halda Ukrayna işğal faktı ilə barışmamalıdır hesab edirəm. Düzdür, indi rahat otaqda oturub bunu demək asandır. Qarşıdan çox belə sərt qış gəlir, Ukrayna çox acınacaqlı durumdadır. Hər gün onlarla, yüzlərlə, hələ hərbçilər demirəm, dinc əhali, uşaqlar, qadınlar, ahıllar qətlə yetirilirlər. Yəni Rusiya müharibə cinayətləri törətməkdə davam eləyir. Bugün cəbhə bölgəsində uşaqlar hədəf alınır, dinc əhali hədəf alınır, şəhərlər, kəndlər sıradan çıxarılır. Ukrayna faktiki bir məhv olmaqla yanaşı, eyni zamanda çox ciddi genofonduna zərbə vuracaq hadisələri yaşamaqdadır. Bu mənada təbii ki, müharibənin dayanmasını istəyirik, amma qarşı tərəf elə iddialarla çıxış edir, tələblərlə çıxış edir ki, bu intihara bərabər olan məsələdir. Və bilirsiniz, bir tarixə də nəzər salsaq, 94-cü ildə Budapeşt memorandumu vardı. O zaman Amerika Birləşmiş Ştatları da, Fransada, Böyük Britaniyada, digər Avropa ölkələri də üzərlərinə öhdəlik götürdülər ki, Ukrayna nüvə silahını Rusiyaya təhvil verir, əvəzində Ukraynanın ərazi bütövlüyünə təminat verilir. 2014-cü ildə Ukrayna birinci işğala məruz qaldı. Krım ilhaq olundu. Hansı addımlar atıldı? Avropa Şurası Parlament Assambleyasına Rusiya nümayəndə heyətinin mandatını dondurdular. Sonra da üstündən keçdilər. Nəticə nə oldu? Nəticə oldu ki, bir müddətdən sonra 2022-ci ildə növbəti ikinci işğal başladı Ukrayna. İndi bu dəfə də Ukrayna bu aşağılayıcı müqaviləyə imza atsın. Kim qarantiya verə bilər ki, üçüncü işğal olmayacaq? Kim qarantiya verər ki, səhərsi gün Kiyev hədəf alınmayacaq birbaşa? Yəni ona görə bunu siyasilər də başa düşməlidirlər. İndi Donald Trump da Ukraynaya təzyiqləri dayandırmalıdır hesab edirəm ki. Deyəsən geri addım atıb biraz. Müəyyən qədər geri addım atılıb da, amma Ukraynanın... Rubio'nun da dövlət katibliyində açıqlaması oldu ki, hələ iş gedir. Siyasi iradəsindən çox şey asılıdır Ukraynanın. Nə dərəcədə dayana biləcək? Avropa ölkələri bu məsələdə ciddi mövqe nümayiş etdirməlidirlər. Ukraynaya ciddi surətdə dəstək olmalıdırlar. Ən azından özləri də müəyyən qədər qazsız, işıqsız, susuz qalmağa razı olmalıdırlar ki, əvəzində Ukraynaya dəstək versinlər və Rusiyanı dayandırsınlar. Yoxsa, mənim də istiliyim verilsin, mənim də əvəzində Rusiyadan hər şeyi alım, Rusiyaya büdcəsinə pul verim, o da bir qədər də imkanlarını genişləndirsin, Ukraynanı bu yandan tamamilə məhv eləsin.
Amma bizim sakitliyimizə toxunulmasın. Komfort həyatımız davam eləsin. Belə yanaşma ilə Rusiyanı durdurmaq mümkün deyil və hadisələr hər halda xoşagəlməz məcrada davam edir. Çox istəyərdik ki, atəşkəs olsun. Zamanında müqayisə eləmirəm, amma 94-cü ildə biz bunu müəyyən qədər o vaxtı mərhum Prezident Heydər Əliyev. Biz məcbur qaldıq o vaxt durumumuza görə. 30 ilə bizə onda da fürsətdən istifadə bizə də onda da təzyiq eləyirdilər ki, sülh müqaviləsi imzalansın. Bir zaman atəşkəs müqaviləsi imzaladıq. Çünki Bişkek protokolunda o var idi. Biz razı, atəşkəs və sülh müqaviləsinin imzalanması. Biz ona getmədik. Biz atəşkəs elan elədik sonrakı dövrlərdə. İndi Ukraynaya bu boyda dəstək var. Amma həmin o dövlətlər, Amerika Birləşmiş Ştatlarda, Fransada, Rusiyada həmsədrlər timsalında, eləcə digərlərdə bizə təzyiq edirdilər ki, reallıqla barışın. Torpaqları məndən amma Avropa Ukraynanın timsalında fərqli mövqedir. Deyir, reallıqla barışma. Çünki orada başa düşür ki, reallıqla barışsa özünə təhlükə yarar. Siz bir qədər öncə bir fikir də söylədiniz, tamamilə sizinlə razıyam. Əslində Allah eləməmiş Rusiyanın qələbəsi təmin olunarsa, Ukrayna istədiyini alarsa, bu hamıya təhlükədir. Hətta deyərdim ki, öz müttəfiqi Belarusa da təhlükədir. Cənubi Qafqazı, Mərkəzi Asiya, Qazaxıstan adını tez-tez çəkirlər. Bütün postsovet məkanına təhlükədir, bütün Şərqi Avropaya təhlükədir və bütün dünyaya təhlükədir. Siz təcavüzkara hər hansı bir güzəştə gedilməsi onu elə bir həvəsləndirir. İştahını artırır. Və bu da Rusiyanın da biz təcrübədən görürük də. Bir qədər qabağından qaçacaqsan, bir qədər də üstünə gəlir. Elə bəlkə buna görə Arzuxan bəy bu Mərkəzi Asiya son illər həm türk inteqrasiyasına, həm Azərbaycanla əməkdaşlığa, həm 2-500-ə bir formatı var da, biri Avropa İttifaqı ilə də, bir də Amerika Birləşmiş Ştatları. Çünki onlar da başa düşürlər ki, tək qalsalar, elə bu bizim bölgənin ölkələrinə də biz də tək qalsaq, yəni bu dövlət bizim hər birimizin üstünə gəlir. Amma o kollektiv müqavimət göstərsək, yəni təhlükəni önləmək mümkün. Təhlükəni önləmək, çünki Rusiya tarixində də, imperiya tarixində, Sovetlər dövründə, Stalin də siyasət eynidir. Zəif görəni, boşluq görəni üstünə daha çox yürüməyə çalışır. Zəifin qənimidirlər, ona görə də güclü olmaq lazımdır. Bəli, güclü. Cənub qonşumuzda da çox maraqlı hadisələr inkişaf edir, Arzuxan bəy. Bu Məsud Pezeşkiyan müəyyən açıqlamalarla çıxış edib İran prezidenti. Əsas açıqlaması odur ki, su qıtlığı ilə üzləşib ölkə və paytaxt Tehran. Deyir ki, artıq bir neçə həftədir, bəlkə də bir aydır, deyir ki, bəs paytaxtı köçürməyə lazımdır. Bəsrə körfəzinə yaxın bir şəhərlərin birini. Amma bu böyük vəsait də tələb. O vəsait də İranda yoxdur, belə baxanda. Amma çox maraqlıdır ki, həmin hökumətin içində fərqli mövqedə olanlar da var. Bəziləri deyir ki, yox, köçürməyə ehtiyac yoxdur, boru xətti çəkə bilərik, su ilə təmin edə bilərik. Heç deyəsən o hökumətin içində də bir vahid bir mövqeyyət buna bağlı. Başa düşür, radikallar bunun əleyhinədir. Heç ali dini liderinin də icazəsi yoxdur. Amma liberal adlanan hökumətin içində də deyəsən heç ortaq məxrəcə gəlməyiblər. Bu məsələ Pezeşkiyan hakimiyyətə, prezidentliyə gəldiyi ilk dönəmdə də gündəmə gəlmişdi əslində. Tehran kifayət qədər əhali sıxlığına görə dünyanın o sıx əhalisi olan bölgələrin, şəhərlərindən biridir. Və su problemi də çox ciddi sürətdə gündəmdədir. İndi su problemi əslində təkcə İranda deyil, Tehranda deyil, eyni zamanda bütün dünyada gələcəkdə su resursları uğrunda ona görə mübarizə edir. Azalması, su müharibələri də baş verə bilər. Nə zaman varsa mütəxəssislər də deyirlər bununla bağlı. Xəzərin ekoloji faciəsi göz qarşımızda. Quruyur, Xəzər quruyur. Qurumaqdadır və təəssüflər olsun ki, burada da Rusiya adını çəkməliyik ki, problem ortalıqdadır. Bəli, Rusiyadan axını azaldıblar süni sürətdə. Axın istiqamətləri tamamilə dəyişirlər və təəssüflər olsun ki, bizim su mənbələrimiz də elə də çox deyil və ölkə xaricindən gələn su mənbələrimiz var və istiqamətini dəyişdirmək, Azərbaycana bununla da başqa bir ekoloji təhlükə törətmək imkanları da var bəzi ölkələrin və şimal qonşumuzun da. Eləcə də İranda bəli, mən sizinlə razıyam ki, vahid bir mövqe də yoxdur bununla bağlı. İndi görünən də bundan ibarət ki, əslində İranda vahid mövqe o zaman formalaşır ki, ali dinli lider və onun ətrafındakı güclər hansısa məsələ ilə bağlı bir mövqe ortaya qoyurlar. Yəni, İran prezidenti Pezeşkiyan kifayət qədər hesab edirəm ki, mütərəqqi fikirli və öz ölkəsini istəyən, eyni zamanda hadisələrə ədalətli yanaşma sərgiləyən, regionda dayanıqlı sülhə
nail olmaq istəyən prezidentdir və xüsusilə də nəzərə alsaq ki, orada yaşayan bizim 40 milyonluq bacı qardaşlarımızı təmsil eləyir və o içindən də bir türkdür, özü də dəfələrlə deyir, atam da türkdür, anam da türkdür. Yəni Pezeşkiyanın təəssüflər olsun ki, səlahiyyətləri prezident olsa da sona qədər deyil. Ona görə də onun elə hökumətində də fərqli mövqedə olanlar, ali dini liderlər, digər qüvvələrə xidmət eləməyi daha üstün tutan qüvvələr də var. Bu baxımdan təbii ki, Pezeşkiyanın mövqeyi yəni həlledici deyil. O hələ bir həyəcan təbili çalır ki, amma bəli, olduğunu deyir, mütəxəssislərin fikirlərini deyir, gələcəkdə çox ciddi fəsadlar ola bilər deyə bu addımlar atılmalıdır deyir, amma o fikir də çox doğrudur ki, İranın elə bir ciddi resursları da yoxdur. Bugünkü sanksiyalar altında orası da var. Elə bir vəziyyətə salıblar ki, imkanları da o deyil. Və hələ də əslində o nüvə sınaqlar, nüvə uran zənginləşdirilməsi ilə bağlı məsələlərdə də axıra qədər hələ öz həllini tapmayan bir çox məqamlar var. Baxmayaraq ki, Amerika Birləşmiş Ştatları ilə kommunikasiya var, özləri də etiraf edirlər. Həm Amerika tərəfi, həm İran tərəfi ki, müəyyən danışıqlar var uranın zənginləşdirilməsi ilə bağlı. Amma əgər fərqli addımlar atılacaqsa, İran növbəti dəfə vurulmaq təhlükəsi ilə üzləşə biləcək. Bu da ortadadır. Ona görə də bu təhlükələr ortadan qalxmayıb. Qalxmayıb. Mən hesab edirəm ki, qalxmayıbdır. Və əgər hansısa bir addım atılmaq prosesi olacaqsa İran tərəfindən uranın zənginləşdirilməsi ilə bağlı proses növbəti dəfə bərpa edilə bilər. Bu, yəni istisna edilmir. Halbuki indi İran səhv eləmirsə Xarici İşlər Naziri Araqçı belə bir açıqlama verdi ki, müharibənin qarşısını almaq üçün yəqin bu açıqlamanı verdi. Dedi o zərbələrdən sonra, İsrail Amerikanın zərbələrindən sonra biz uranı zənginləşdirə çünki o mərkəzlər dağılıb. Amma inanmıram ki, İsraildə, Amerikada kimsə bu açıqlamaya inansın. Təbii ki, çünki o məsələ Araqçının və prezidentin səlahiyyətində də deyil. Deyil, əlbəttə ki, deyil. Bu məsələdə ali dini liderin və onun komandasının əsas rolu var. Heç mən deyərdim, ali dini liderdir, bəlkə də artıq oyundan kənar vəziyyətə salıb. Yaşına görə Sepah generalları özləri qərar verirlər. Bu məsələdə Hizbullah silah verək, vermir. Orada da vəziyyət yenidən gərginləşir. İsrail yenidən vurur Hizbullah məntəqələrini. Sepahın özü də indi gücü, qüvvəti göründü də o 12 günlük müharibədə hansı gücə malikdirlər, İranın ümumiyyətcə gücü. Düzdür, indi vurdu, İsrailin də müəyyən məntəqələrini vurdu, amma faktiki olaraq İran hava məkanı tam olaraq açıq idi. Kim istəyirdi girirdi, kim istəyirdi çıxırdı, məntəqələri vurdular, o nüvə alimlərini sıradan çıxartdılar, əsas generallarını sıradan çıxartdılar, evlərinin içində vurdular, ailələrinin içində vurdular. Yəni İran öz daxilində göründü ki, kifayət qədər ciddi bir agentura şəbəkəsi var, İran dövlətinin öz əleyhinə işləyən xarici qüvvələrə xidmət edən. Yəni bu baxımdan Sepahın gücü də ortaya çıxmış oldu. Yəni İrandakı vəziyyət əslində nəhayət etibarilə necə bizim dırnaq arası o qonşularımız Ermənistan nəhayət ki, anladı ki, Azərbaycanın gücü ilə, qüdrəti ilə, Azərbaycanın haqlı mövqeyi ilə hesablaşmalıdır. Eləcə də İranda da bu proses baş verməlidir və ilk növbədə də bizim orada yaşayan bacı qardaşlarımızla bağlı fərqli siyasət yürüdülməlidir ki, İran-Azərbaycan münasibətləri normal məcrada inkişaf eləsin. Biz bunda maraqlıyıq əslində. Amma İran da siyasətində köklü dəyişikliklərə, islahatlara getməlidir. Razıyam sizinlə. Əslində bu İran mühafizəkarları bu dağıdıcı rolda oynayır. Zəngəzur dəhlizi olmamalıdır, o olmamalıdır. İsrail, Azərbaycan İsrail əməkdaşlıq etməməlidir. Bu çağırışlar səngiyib. Çünki reallıqla da uzlaşmadı. Azərbaycan, Ermənistan özü Zəngəzur dəhlizini istəyir. Yəni sənin güvəndiyin, hətta İranın güvəndiyi Ermənistan. İsrail əməkdaşlıq İrana qarşı yönəlməyib. Arzuqan bəy, sizə təşəkkürümü bildirirəm. Çox maraqlı söhbətə görə. Dəvətə görə uğurlar. Sağ olun. Əziz seyircilər, xatırladıram ki, proqramımızın bugünkü qonağı Milli İstiqlal Partiyasının sədri və millət vəkili Arzuqan Əlizadə idi. Ötən dəfə verilişi yekunlaşdırarkən İrandan dronlar vasitəsilə Azərbaycana külli miqdarda narkotik vasitələrin keçirilməsi cəhdlərindən danışmışdım. Onu da söyləmişdim ki, İranda əslində narkotik maddələrin yetişdirilməsinə və daşınmasına görə ölüm hökmü var. Amma buna baxmayaraq, yenə də İrandan külli miqdarda narkotik vasitələri Azərbaycana keçirməyə çalışılır. Budur, yeni bir xəbər də gəldi.
Astara kömürlükçüləri İrandan Estoniya, Avropa ölkəsinə gedən tranzit yükdə dəyəri 90 milyon Amerika dolları olan böyük miqdarda heroin müsadirə ediblər. 90 milyon əslində böyük rəqəmdir. Şəxsən mən qonşu dövlətlərlə, o cümlədən İranla quru sərhədlərin açılmasının tərəfdarıyam. Yəni geniş gəlişin bərpa olunmasını mən istəyirəm. Ancaq İranla sərhəddə ciddi nəzarətin olmasını da vacib sayıram ki, qonşu ölkədən bu cür öldürücü maddələr Azərbaycana keçirilməsin və yaxud Azərbaycan üzərindən başqa ölkələrə keçirilməsin. Sağ olun əziz seyircilər, gələn görüşlərə qədər.